Kız uşağı için kızı daima esasen 11 yaşından ben buradan bütün analara çağırış edirəm. Xahiş edirəm, təvakkül edirəm 11 yaşından 20 yaşına qədər qızını hər dəqiqə nəzarətdə saxlasın. Qızın həyatı onun bədənində olan hormonlardan asılı. Hormon artdısa gözü kimi gördük çıxıb gedəcək qız. Ona görə nəzarətdə saxlamaq, qıza hər şeyi aydınlaşdırmaq, ana deməlidir bunu. Ana tərbiyəli olmalıdır, ana daha savadlı olmalıdır nəinki atadan. Yəni qız uşağının ağlına ümid eləmək olmaz. Hormon olan yerdə özündən asılı deyil. Hormon bilirsiniz nədir? Bilirsiniz nə? Eşq nədir? Məhəbbət nədir? Ümumi kolxoz sözdür. Məhəbbət bədəndə hormonların həddindən artıq üsyan eləməsidir. Aha. Bax, o hormonlar, cinsi hormonlar deyir, testosteron kişi. Bəli. Kadınlarda estradioldur məsəl üçün. Hər ikisində, kişidə də var, kadında da hər ikisi.